İctimai Radio təqdim edir. Nərmin Aşurzadə və Yusif Qasımovla bu həftə iş dünyasında baş verən əsas hadisələrin icmalı başlayır. Salam, hər vaxtınız xeyir olsun. Həftənin 5-ci günü saat 9-a işləyirsə, bu deməkdir ki, Yusiflə mən bu həftədə bizim efirdə nələr baş vermişdi, hansı mövzular müzakirə olmuşdu, deməli o haqda danışacağıq. Amma əvvəlcə istəyirəm ki, Yusiflə salamlaşım. Necəsən? Layam, axşamınız xeyir hər biriniz. Nə gözəl. Axır səni yenədən şeysiz gördük də biz. Eynəksiz görürük, işıqlığa çıxasan deyə bilərik. Nəhayət. İnşallah, həmişə işıqlıqda olaq. Doğrudan çox çətindir. Yəni sadəcə bunu məsələn çox çətindir. Sən bilirsən radioda profilaktika olanda necə olur? Yox, ümumiyyətlə profilaktika olanda necə olur? Hə, radioda profilaktika deyə bir anlayış var. Biz bu həftə öz verişimizə elə başlamışdıq. Bütün radioda saat 3-ə qədər profilaktika idi. Heç nə yığış, buraları toz soranla təmizləyirdik. Səliqə səhmana saldı. Bəli, səliqə silmişik. Görürsən studiya bu gün daha qəşəngdir. Təmizləmişik hər yer tərtib. Bütün aparatları filan dinləyicilər daha yaxşı eşidir. Birinci gün bizdə bu təmizlik işləri baş verdi. İkinci gün isə qış fəslinə uyğun sığorta məhsulları nələrdir? Məhz onlar haqqında danışdıq. Sən ümumiyyətlə sığorta deyəndə ağlıma məsələn ilk nə gəlir? İcbari sığorta yəqin ki. Mən özüm sığortada çalışdığıma görə bir müddətdən sonra bilgilərimi artırmış oldum. Amma əvvəllər elə idi, bəli. Sən çalışmısan orada. Mən çalışmışam, sığortada çalışmışam. 3 il yarım Paşa Həyat şirkətində çalışmışam. Amma əvvəllər icbari sığorta idi. Bildiyimiz o idi məsələn. Kasko nədir ümumiyyətlə xəbərim yox idi. Tibbi sığorta nədir, hardansa eşidirdik. Ümumiyyətlə qorxu kimi gəlirdi bizə. Tibbi sığorta nə deməkdir? Mən bəyəm xəstələnməliyəm və s. və ilaxır. Amma yəni ki, belə ümumi olaraq bütöv sığorta məhsullarından biz danışsaq, yəni seçimləri bunlardır. İndi sən təcrübən haqqında soruşacağam, amma doğrudan da bir məqamı yaxşı vurğuladın ki, məsələn bəzən biz elə bilirik ki, hər kəs bilir də kasko sığorta nədir, icbari sığorta nədir. Keçən bir rəfiqəmlə danışıq, təzə avtomobil alıb özünə, deyir ki, təsəvvür edirsəm avtomobil sığortalamışam, amma sən o mənim sığortam deyilmiş. Yəni icbari o deməkdir ki, başqasının maşınından nə ziyan dəyəcək. Yəni o qədər hətta belə, yəni bilməyənlər var. Yəni avtomobili falan olmayıbsa adamın, o bilməyəcək ki, icbari əslində kimin avtomobilini sığortalamaq deməkdir. Sığortada çalışdığıma görə soruşmaq istəyirəm ki, o düzdürmü ki, sığorta məhsulları bizə qorxu ilə satılır? Onların marketinq strategiyası ümumiyyətlə bunun üstündə qurulur ki, bizi qorxutsunlar. Yox, əslində yox. Bizim özümüzün psixologiyası ondan ibarətdir ki, biz elə yanaşırıq sığortaya ki, mən istəmirəm. Siz onu mənə danışanda mən belə bir hiss yaradır. Məndə belə bir hiss yaranır ki, mən bu məhsulu aldıqdan sonra bu mənimlə baş verəcək. Xüsusən də mən Paşa Həyat sığorta şirkətində çalışanda həyatın sığortalanması mövzusu daha çox həssas mövzu idi ki, orada xəstəliklər və digər mövzular çıxırdı ortaya. Təklif edəndə insanlar, yəni belə deyirlər ki, İraq, məndən İraqa ehtiyac yoxdur və s. və ilaxır. Ona görə ümumi maarifləndirmə mövzusudur bu ki, biz sığortanı ümumən necə başa düşürük? Başa düşdükdən sonra artıq onların növlərini, çeşidlərini necə anlayırıq, onların bizə belə deyək də tanıtımı prosesi necə baş verir. Və üçüncüsü də ondan ibarətdir ki, mən özüm sadəcə bir çoxlarından belə deyək də yaralanandan sonra deyə bilərəm ki, orada bir qorxulu bir şey yoxdur. Həqiqətən, yəni yaralanmağa dəyər, xüsusən də bu kasko mövzusudur deyə bilərik. Çünki olandan sonra başımızdan tuturuq dedik ki, kaş ki mən eləyərdim filan və s. Çünki başlayanda biz axı birinci pis haqqında düşünmürük. Məsələn, biznes quranda düşünmürük ki, bu obyekt yana bilər, ya da avtomobil alanda düşünmürük ki, gedib bunu kiməsə vura bilərəm. Daha çox yaxşıya fokus olursan ona görə. Və ya tibbi sığortanı götürək də Nərmin. Məsəl üçün bax bizdə o da yoxdur məsəl üçün. Biz ağrıyandan sonra gedirik. Necə ki, əvvəldən preventiv olaraq gedərdik bir illik məsəl üçün. Könüllü olaraq, yəni adı nədir onun, bir check-up keçirdək, özümüzü yoxlatdıraq, baxaq və s. Adətən deyilir ki, yəni ildə bir dəfə minimum yoxlatdırın. Amma biz çox güman ki, yəni bunu etmirik. Yavaş-yavaş düzəlir, düzdür məsələ. Amma mən özüm də müşahidə edirəm. Məndə də bir aralar elə idi ki, yəni ağrımayanacan, yəni tərpənmirdim heç vaxt. İndi təşviq edirəm. Qocaldıqca. İndi təşviq edirəm. Vaxt gedir də baxmadı. Bu həftənin ikinci günü daha doğrusu biz sığorta haqqında danışanda həm söhbətim Azərbaycan Sığortaçılar Assosiasiyasının nümayəndəsi Emin Allahverdiyevidir. Emin belə danışanda, məsələn, mən bir çox özüm üçün yeni nələrsə orada öyrəndim və onlardan biri o idi ki, bizdə belə bir məhsul var, sahibkarlığın, tam adını xatırlamayacağam, amma yəni sahibkar deyək ki, deyir ki, mənim bu avadanlığım xarab ola bilər və o müddət ərzində mən 3 ay fəaliyyət göstərə
bilməyəcəm. Amma həmin müddət ərzində axı vergi verir, Bəli. işçilərin pulunu verir, amma istehsalat yoxdur məsələn. Sən demə bu fəaliyyətsizliyi də sığortalaya bilir ki, 3 aylıq fəaliyyət göstərməyəcəyinə görə sığorta ödənişi alır. Bunu bilirdin sən? Yox, əslində bilmirdim. Hə, o bunu deyəndə məsələn mən fikirləşdim ki, bu sahibkar üçün əgər varsa, niyə bizim üçün yoxdur? Məsələn bir gün bəlkə mənim səsim batdı. Mən dondurma yedim axşamdan, səhər batdı səsim və necə olacaq indi? Kim çıxacaq efirə? Ki mən pulumu ala bilməyəcəm. Necə olacaq? Necə iş gedəcək? Və belə bir fikirləşdim, soruşdum ki, yəni bu varmı ki, adi mütəxəssislər də öz məsələn kimsə analitikdir, beynin sığortalayır. Kimsə deyir ki, yox, bizdə deyir tələb yoxdur deyə, bizdə desən yoxdur. Və tələb olmadığına görə. Amma xaricdə məsələn futbolçular filan. Və onu deyəcək deməli. Məsələn, qapıçılar əllərini sığortalayır, futbolçular oynayanlar ayaqlarını, müğənnilər digər bir istiqamətdə özünü sığortalayırlar, belə deyə bilərik. Və bu normal bir haldır və bilmirəm, tələb deyəndə həqiqətənmi tələb yoxdur bizdə? Yəqin ki, yoxdur da. Məsələn, sən hansı mütəxəssis tanıyırsan ki, nəsə, məsələn sən özünü hara sığortalayardın, Yusif? Səsimi. Hə, lazımdır. Çörəkdir o. Lazımdır. Hər tərəfli. Mənə də səs lazımdır. Elə ekspert onu dedi ki, Nərmin xanım, mən sizə tövsiyə edirəm ki, gedin səsinizi sığortalayın. Xaricdə. Yox, Azərbaycan. Deyək, gedin tələb eləyin. Tələb eləyin ki, alındıra bilsin. Birinci oldu. Bir də mənəvi zərər. Bizə yol aç. Nədəsə birinci olaq. Bir də mənəvi zərərə görə. Məsələn, deyir ki, deyək ki, bir rəsm sərgisi, rəsm əsərinə zərər dəyib. Məsələn, bunun ola bilər ki, rəssamlar baxır ki, bunun maya dəyəri, texnikaya filan baxırlar ki, 500 manatdır. Adam isə deyir ki, yox, bunun mənim üçün mənəvi dəyəri çox yüksək, çünki bunu nənəm o vaxt görmüşdü və ya çəkmişdi və s. Onun bir dəyəri düz müəyyənləşə bilməyəcəyinə görə, ona görə bizdə mənəvi zərərə görə də sığorta ödənişi olmur. Amma məncə olmalıdır. Yox. Məncə də o. Mən eşitmişəm bu vaxtda dəfələrlə. Xaricdə var, Xaricdə var, yoxdur. Yox, bizdə yox. Yəni bəlkə də var. Bilirsən necə? Yox, bu yox, dəqiq yoxdur. Bilirsən nə mənada deyirəm? Yəni sığorta şirkətinin təşkili və onun növləri ümumən, yəni ümumi konsepsiyaya tabe olunur da. Belə bir şey yoxdur ki, konseptual olaraq Azərbaycan sığortasında belə bir şey yoxdur, amma tutalım Amerikada var. Ümumi sığortada o var. Amma gəlib çıxıbmı bizə? İstifadə olunurmu? Sistem bütün dünyaya aid olmalıdır. Yəni sığorta bankdır, sığortadır, hər yerdə eynidir. Başa düşürsən nə demək istəyirəm? Onun bir ölkədən ölkəyə nə bilim dəyişiklik meyarları yoxdur. Bəlkə də olur, amma konseptual yox. Məsələn, bəli, İslam bankçılığı anlamı var. Orada kreditləşmə yoxdur, haramdır və s. Amma ümumən, yəni bankçılıqdır, sığortalıqdır. Yenə qayıdırıq yəqin ki, tələb mövzusuna ki, sadəcə bu vaxta qədər heç kim bunu qaldırmayıb, heç kim bu vaxtda sorğulamayıb. Dediyim kimi də, sən keç, bizi yola aç, biz də sənin ardınca gedərik. Əssalam, gedirik səsimizi sığortalayalım. Sadəcə dəyər necə təyin olunacaq ki, Nərmin səsinin dəyəri nə qədərdir? Bu yaxşı sualdır. Yəqin heç meyarı da yoxdur, çox subyektiv olacaq. Nə bilim. Belə. İkinci gün isə mobil əplərin marketinqdə rolu haqqında danışmışdıq. Ümumiyyətlə mobil əplər, hansı tətbiqlər, hansı şirkətlərə, markalara, brendlərə lazımdır. Adam nə vaxt başa düşür ki, mən bəlkə bir öz mobil tətbiqimi yaradım. Bununla bağlı müzakirəmiz oldu. Həm söhbətim isə Famil Tağıyev idi. Onun öz kreativ şirkəti var idi və o deyir ki, bizə daim müraciətlər olur. Biz deyir elə müraciətlər olur ki, biz adama baxıb deyir, məsələn, su istehsalçısıdır. O gəlir deyir ki, mən istəyirəm ki, bir mobil tətbiq hazırlayasınız mənim şirkətim üçün. Biz baxırıq və deyirik ki, yaxşı sən bunu hazırladın. Deyək ki, bunu lap bir dəfə necəsə oldu, adam yüklədi. Axı bundan davamlı olaraq istifadə etməyəcəklər. Çünki su sifariş edən insanlar bunu ya WhatsApp-la yazırlar ki, bizim evə 5 butulka su gətirin, nə bilim 5 qablaşdırma olsun və ya zəng eləyib deyirlər. Yəni bu auditoriya, bu insanlar, bu kateqoriya insanlar su sifariş edəndə. Bunlar heç əpdən sifariş edənlər adətən olmur. Başqa da su şirkətinin mobil əpini niyə adam öz telefonunda saxlasın? Bu sənin fikrindir, yoxsa müzakirə əsnasında gəldiyiniz qənaətdir? Bu Famil Tağıyevin fikirləri. Onun fikridir. Çünki mən şəxsən əpdən istifadə edirəm. Su sifariş edirsən? Doğrudan? Bəli. Həmin o əp... Sən o nadir insanlardansan ki, düşünmürəm. Vallahi o dərəcədə düşünməzəm. Yəni orada səni yadda saxlayır ümumiyyətlə sənin seçimləri, kartını bağlayırsan, aydın məsələ. Və mütəmadilik prinsipi ilə artıq yavaş-yavaş orada o kataloqa daxil olub rahat seçə bilirsən. Bonuslar falan olur orada. Məsələn, endirim qazanırsan. Bonus olmayıb. Məndə vaxtilə bir kampaniya olubdur. 4 dənə böyük 19 litrlik bidon alana pompanı verirdilər. Belə bir suyu tənzimləyən bir şey verirdilər. Bax bu tipli bir şey olub. Amma istənilən halda yəni öyrəşmişəm.
və rahat bir şəkildə 2 dəqiqə, bilirəm ki, su bitir evdə. Daxil oluram, tap seçdim, sifariş elədim və 1 sutka ərzində gətirirlər suyu. Yəqin o vərdişdir də. Məsələn, ola bilər, öyrənilmiş vərdiş. Əvvəllər elə deyildi. Əvvəllər sən dediyin məsələ idi. Yəni, nə deməkdir sifariş etmək su? Özüm gəlirəm alırdım, başa düşürsən. Amma indi indi həcmə baxıram. Bir neçə bidonlar gəlir, 2 kaset yarım litrlik su gəlir və s. Bu belə həcmi deyirsən ki, elə birbaşa olaraq qapıya gətirsinlər də, madam ki, belə bir xidmət var. Evi də bilirlər artıq orada sistemdə. Qalxırlar özləri evdə olmadığın müddətdə belə zəngillər ki, evdə deyilsiniz, deyirəm xeyr, bu qapının yanına qoya bilərsiniz. Qoyublar, gedirlər. Bu qədər. Siz lap dost olmusunuz yəni. Yəni belə demə olar da yəni. Səncə ümumiyyətlə bax bu mobil applərin rolu həm də müştəri loyallığını artırmaq ola bilər. Məsələn, daha sadiq olursan, daha bağlı olursan, belə ünsiyyəti daha mı yaxınlaşdırır? Səncə belə bir xüsusi rolu var, yoxsa o qədər də romantikləşdirməyə ehtiyac yox, sadəcə sifariş eləyirsən? Ya təbii ki, orada romantikadan söhbət getmir. Orada müştəri davranışı mövzusudur. Keçən dəfə səninlə müştərini tanı mövzusundan danışdıq. Bax həmin mövzudur. İndi ümumi konsepsiya olaraq dünyada mobile first yanaşması var. Yəni insanlar hər bir şeyi mobil telefon üzərindən etmək istəyir. Kompüterin belə deyək də qarşısında otursun və s. Telefon həmişə yanımızdadır. Biz istəyirik ki, telefonla nə isə edə bilirəmsə, niyə də etməyim də? Yəni bankçılığa nə vaxt ilə gəldik ki, artıq telefonla da ödəniş etmək mövzusu. Əvvəllər kart idi, ondan sonra telefonla başladıq ödəməyə. İstəmirəm kartı daşıyım, elə birbaşa. Eyni ilə də məsəl üçün hər hansı bir tətbiqlə istədiyimi nə bilim sifariş etməyə, hər hansı bir digər məsələlərə toxunmaqda. Bu game ola bilər. Bu artıq marketlər belə bunu edir yavaş-yavaş. Mən görürəm ki, yəni sifariş edilər və s. artıq evlərinə gətirir. Volt kimi tətbiqlər girişi bu mövzuya hiss eləyir o potensialı. Volt market, Bolt market, digər tipli marketlər artıq aralarında onlarda rəqabət var ki, özüm də istifadə edirəm mən də yenə də. Yəni bu ondan irəli gəlir ki, məsəl üçün evdəyəm. Hava da soyuqdur tutalım bugünkü kimi. Artıq bir yağışlı çiskinləyir. Əlləşmisən, ay unutmuşam nəsə almağa. Təzədən düşmə harasa getməsən, istəyin yoxdur. Deyirsən, aha. Girirsən tətbiqə, seçirsən istədiyin çeşidləri, baxırsan potensial zamana, nə vaxta gələr? 20 dəqiqə. Getdi. Gətirirlər sənə az qala elə qapını açıb, çox sağ olun da sənə təhvil verirlər. Niyə də olmasın? Loyallıqdırmı? Müəyyən bir loyallıq zamanla formalaşır, bəli. Rahatlıq və seçim alternativ. Biz insan olaraq seçimləri sevirik. Bir dənə seçimimiz olsa başlayırıq yavaş-yavaş artıq gileylənməyə ki, bu nə oldu ya? Amma müxtəlif seçimlər olanda istəyirəm telefon olsun, istəyirəm WhatsApp olsun, istəyirəm tətbiq olsun, istəyirəm də ayaqlarla gəzmək istəyirəm. Çıxdım, gəzdim, aldım, gəldim. Yəni belə. Sən ümumiyyətlə özünü necə müştəri kateqoriyasına aid edirsən? Sevdiyin marka ilə, brendlə ünsiyyətə keçən və ya sevdiyin də də narazı olduğunda, məsələn, həmişə onların alıcısısan. Başdan ki, bu dəfə nəsə həmişə, deyək ki, hər dəfə hardansa yemək sifariş verirsən, bu dəfə restorandan səhv gəldi və ya başqa cür oldu, dadı və s. Sən onlara məsələn geri bildirməksən, siz niyə belə elədiniz? Ünsiyyətə keçirsən, etiraz bilirsən, yoxsa sakit qalıb uzaqlaşırsan? Yox. Yəni mən sakit qalmıram. Mən yəni təbii ki, üsyan da qalxırmıram orada. Yəni sadəcə mən bir fikrimi bildirirəm ki, çox gözəl münasibətlərimiz var. Yəni pozmamaq şərti ilə indi hal-hazırdakı olan sizin bu bizim həmləmiz o qədər də uğurlu alınmadı və detallı yazıram. Məsəl üçün də çox şərti yenə qayıdırıq yemək sifarişinə də ən populyar. Yemək gec gəldi, soyuq gəldi, səliqəsiz formada gəldi, yol üstü kuryer onu dağıtdı məsələn. Anlayıram ki, həyatda hər şey baş verə bilər, amma bir prosesdir də, düzdürmü? Yəni mən onu bildirməsəm, onlar elə başa düşəcəklər ki, hər şey əla keçir. Həmin kuryer də müvafiq geri dönüş almayacaq, restoran da almayacaq və yekunda da bu müştəri məmnuniyyəti və təcrübəsi inkişaf etməyəcək. O nöqteyi nəzərdən məhz o inkişaf etsin deyə həmişə borc bilirəm ki, bunu qeyd edeyim və onlara deyim. Özləri də xahiş edirlər ki, bildirək əslində. Bax, sən yaxşı müştərisən, mən isə yox. Mən məsələn elə etmirəm. Sən qapanırsan və deyirsən və axarına buraxırsan. Gələn dəfə sadəcə oradan almıram. Məsələn, saç ustası və ya nəsə də şans vermirsən də yəni. Çünki düşünürəm ki, mən sən daimi müştərim yox, niyə belə elədin? Yəni mən artıq açıq etiraz etmirəm. Bəs insan faktoru Nərmin. İnsandır da bəlkə ola bilər də, yox? Nə düşünürsən? Ola bilər. Mən demirəm düz eləyirəm. Yox, mən demirəm düz eləyirəm. Yəni səhv eləyirəm.
Yox, mən də iddia etmirəm ki, səhv eləyirsən. Sadəcə maraqlıdır sənin davranışın ki, yəni bax belə etməklə biz bir-birimizin zövqünü bilirik də, düzdür? Sən bilirsən ki, həmişə necə gəlir, mən necə alıram, xidmət necə göstərirdin, nəyə görə gəlirəm. Yəni bunu bilirdin axı. Sadəcə texniki məsələlər olanda aydındır da, yəni indi onları da o qədər demək ki, qəddaran filan. Mən heç orada da reaksiya bildirmirəm. Aqressiya filan heç nə olmur, sakit. Heç nə olmamış kimi salonda otururam. O elə bilir ki, bu növbətidir, amma bu sondur əslində. Və mən sonra məsələn bir də ora getmirəm. Yaxşı, bəs rahat formada alternativ tapa bilirsən qısa müddətdə? Hə, çünki çox rəqabətçil bazar. Eləmi? Ha, okey. Hə, çətin olmur. Elə olur ki, bir fərqli artıq mühitdə insan rahat həmişə öyrəşdiyi yerə getsin. Amma başa düşürəm ki, yəni belə oldu. Salam. Dəyişmək lazımdır. Okey. Lazımdırsa lazımdır, dəyiş. Mövzunu da dəyişək. Məncə də. Peşəkar mühitin qurulması üçün düzgün komanda seçimi bu nə qədər əhəmiyyətlidir. Bu haqqda bu gün daha sonra 4-cü gün danışmışdıq, dünən danışmışdıq. Həmsöhbətim isə yüksəliş müsabiqəsinin daha bir qalibi olan Məmməd Həsənov idi. Biz Məmmədlə orada birinci il oradan başlamışdıq ki, peşəkar mühit deyəndə nəyi təsəvvür etmək lazımdır. Bu mən düşünürəm ki, belə bir düstur yoxdur da, peşəkar mühit. Bu insandan insana dəyişə bilər. Yaradıcı sahədə kreativ agentlikdirsə orada bir başqa cür olur peşəkar mühit. Bank sektorudirsə orada başqa cür olur yəqin ki. Və bir də Yusifə görə bəs peşəkar mühit necə olur? Yusif də bunu götürüb məsələn Netflix-dən vaxtilə orada o yadındadır danışmışdıq konsentrasiya, yəni istedadların konsentrasiyası və peşəkarlığın əmsalı məsələsi var idi. Mən belə düşünürəm ki, peşəkar mühit həmin o ortamda peşəkarların sayına bağlıdır. Nə qədər çox hər bir rolda, hər bir etapda, mərhələdə peşəkarlıq varsa, demək ki, peşəkar mühit də özlüyündə, yəni peşəkar olacaq. Mən belə düşünürəm. Gördüyüm də odur ki, yəni bu belə də formalaşır. Çünki sən nə vaxt məsəl üçün ortama peşəkar deyə bilərsən də. Halbuki, yəni həmin elə nümunələrdən götürəndə sənə qarşı müvafiq davranış peşəkar formasında sərgilənir. Düzdürmü? Bunu da kim edə bilər? Peşəkar insan. Səriştəli, bilgili, disiplinli və s. və ilaxır, yəni istedadlı və s. və s. və onların sayı nə qədər çox olsa, o qədər də yəni bu ortam peşəkarlaşacaq. Mənə görə düstur birəbir budur. Sən necə düşünürsən? Sən necə hiss edirsən? Baxın, sən necə? Məsələn, şirkətlər tərəfdən getsə, biz bir yerə daxil olanda necə başa düşürük ki, bu yəni nə qədər peşəkar. Birincisi saytlarından yəqin ki görünür. Bir markaya, bir brendə, kiçik sahibkar deyək ki, baxırsan səhifənin necə idarə olunması, sayt ümumiyyətlə varmı, yoxmu, necə cavab verirlər sənə, gecmi gəlir cavablar və ya sən, siz, müraciət falan. Bütün bunlar yəqin ki oradan başlayır. Sonra reception gəlir çıxır. Gedirsən necə münasibət göstərilir. Reception sadəcə oturub kimdən sonra da qeybət eləyirsə, sən gəlib ayaq üstə qalırsan və maraqlanan yoxdursa. Mən biraz belə düz indi bankların bir çoxları sən deyə müraciət edir müştəriyə. Çoxu deyil, baxır banka və onun xitab formatına, tone of voice deyilir də ona. Yəni onlar seçirlər müəyyən bir təbəqəni, əsas müştəri baza kimi o təbəqəni götürürlər deyə xitab formasında dəyişirlər. Gənclərdirsə sən Gənclərdirsə sən deyirlər. Məsəl üçün böyük korporativ banklar sən demirlər. Baxır artıq segmentə. Bu doğru yanaşmadır. Daha belə Z nəsli filansa alacaq normal. Ha, normaldır çünki düşüncə tərzi də fərqlidir də yəqin. Həm düşüncə tərzi, həm də onlar bu yanaşmanı özlərinə bir doğmalıq kimi qəbul edirlər də daha rahat ora öz vəsaitlərini də yatırırlar və s. Mən bu yaxınlarda elə yaşı təxminən 50-55 civarında olan bir mütəxəssisin paylaşımını gördüm Facebookda ki, o elə bank haqqında şikayət yazmışdı ki, nə vaxtdan sənə keçdik, yəni niyə mənə sən deyirsən? Məsələn bir nəsil var ki, onlar əslində qəbul etmirlər onu. Heç nəslə də bağlamıram. Orada məqam bilsən nədən ibarətdir? Hansı formada, hansı кейsdə nəyə görə o xitab formalaşır, başa düşürsən? Məsəl üçün banka gəlir hansısa bir əmanətçi, küllü miqdarda əmanət gətirir və böyük bir biznesin sahibidir. Sən ona necə məsəl üçün də sənlə bir dəfəlik, yəni necə xitab eləyərsən ona ilk həmlədə? Hər halda baxırsan, bir müddətdən sonra artıq bəlli ola bilər ki, bəli bu insan çox belə rahatdır və familiarlığı normal qarşılayır, yəni o dərəcədə ona toxunmur, okey? O vaxt elə bilərsən. Amma cavanlara sən başa düşürsən ki, bəli, rahat sənə keçə bilərsən. Yadındadır, yəni vaxtilə Azercell belə gəncsin mövzusunda xitabları çox rahat formada sən gəncsən falan danışırdılar. Banklarımız da məsəl üçün müəyyən bir cavan təbəqəyə çıxanda sən rahat sən deyə bilirlər.
Amma onlar özləri də başa düşürlər ki, eyni bankda belə onlar müvafiq necə deyim, auditoriyaya uyğun səsini dəyişirlər. Yəni kiməsə siz deyə bilirlər, kiməsə sən deyə bilirlər. Bu yəni qeyri-peşəkarlıq heç biri deyil də. Yox, sadəcə peşəkarlıq elə odur ki, sən onu düzgün zamanda eləyəsən və düzgün insana xitab edirsən. Səhv edirsənsə, demək ki, sən birincisi müştərini tanımırsan yenə. İkincisi də ki, sən əhatədə baş verdiyin bu situasiyaya hakim deyilsən. Bu ikinci məqamdır. Qayıdırıq yenə bu peşəkarlıq mövzusuna. Bəli, mən səninlə tamamilə razıyam ki, ilkin təəssürat çox vacibdir. Biz hətta mən belə bir fəlsəfi giriş də eləyəcəm ki, ara bir hətta peşəkarlığı insani davranışla bağlayırıq. Münasibətlə. Yəni mənə qarşı belə insan kimi davranırlarsa, münasibət bəsləyirlərsə, mən çox peşəkar insandır. Görürsüz necə mənə hiss elədi, empatik davrandı və s. O çox orada psixoloji məqamlar var və normaldır, mən hiss edirəm və hesab edirəm. Ona görə bax bu da böyük bir bağlılıq yaradır istər-istəməz sənə. Sən o loyallıq dediyimiz məsələni də sən zamanla bu qət etdiyin yola görə və təcrübəyə görə formalaşdırırsan ki, nə gözəl mənlə orada rəftar eləyiblər, mən onları seçirəm. Və bu da çox vacibdir. Razıyam. Xidmətdə xüsusilə məsələn bir də peşəkarlıq, mən müştəri kimi deyirəm də, müştəri kimi bir şirkətə daxil olunca necə başa düşürəm ki, onlar peşəkardır ya yox. Vaxtıva hörmət eləyirlərsə, yəni sənə münasibətdən də savayı, həm də sən başa düşürsən ki, məsələn kimsə öz o pəncərədən qalxıb gedib orada oturub sadəcə çay içir və ya içə bilər, içsin yaxşı. Amma bunu müştərinin qarşısında belə edəndə, sən başa düşəndə ki, o içirsə kimsə onu əvəzləməlidir. Sadəcə sənin vaxtıva girirlər. Məsələn bu da məndə biraz belə yaradır ki, niyə vaxta qarşı belə yanaşırsınız? Suallar yaranır ki, yəqin burada artıq korporativ mədəniyyət elə bundan ibarət. Belədir. Hə də istər-istəməzsə fikirlər gəlir ağlıva sənin. Sən başlayırsan götür-qoy eləməyə, təhlil eləməyə. Onu da gözə almalıdırlar mütləq ki, şirkətlər. Çünki bax, hal-hazırda bəli, biz bu haqqda çox danışırıq ki, müştəri yönümlülük bizim strategiyamızdır. Müştəri təcrübəsi üzrə konkret olaraq disiplin yaradılıb. CX, Customer Experience. Bütün böyük şirkətlər bu istiqamətdə böyük yatırımlar edir. Amma sən tam doğru bildirirsən ki, yəni başlanğıc nöqtəsində raket yollamaq lazım deyil də göyə. Heç olmasa təmas yarat da insanla, insanlıq göstər. Customer, yəni ki, müştəri insandır da özlüyündə. Onun qayğıları var, onun hər hansı bir problemləri var, onun gözləntiləri var. O ki, gəlib adam sənin yanına. Demək ki, bir gözlənti ilə gəlib də və səndən bir geri dönüş istəyir. O həm çay mövzusu da olur, başqa bir şey. Ani diqqətsizlik belə potensial müştərinin gözündə səni neqativə çevirir. Mənfi də oraya da gedir. Razıyam. Bir də həmin onlar da insandır da, yəni xidmət, bank sahəsi olsun, klinika və s. fərqli sənədləşmələr falan digər. Amma məsələn həmin gün sadəcə əməkdaşın əhvalı yaxşı deyilsə və səndən öncə hansısa çətin bir müştəri ilə hansı məsələni həll edibsə və bu ona təsir məncə şirkətlər bu belə konfliktli situasiyadan sonra deyək ki, bir işçi hansısa müştəri ilə dalaşdı, problem oldu, konfliktli bir müştəri gəldi. Məncə məsələn o müştəri çıxıb gedəndən sonra digərini bu yəqin çox bahalı bir proses olacaq. Digər müştərini qarşılamaq artıq ona tapşırmamalıdırlar. O heç olmasa bir saat çıxıb özünə gəlməlidir, əhval-ruhiyyəsi dəyişməlidir. Çünki aqressiyası sənə də istər-istəməz keçir, sənə də göstərməyə başlayır, sənə qarşı artıq o əvvəlki münasibət. Mən bütün bunlarla rastlaşdığıma görə müşahidə eləmişəm bunları. Mən də rastlaşmışam. Hamımız məncə rastlaşırıq. Bu və ya digər hallarda bu filial da ola bilər, bu asan xidmət də ola bilər. Harda ki, müştəri toplumu çox olur və orada konveyer usulu var. Biri bitdi, digəri gəldi, biri bitdi, digəri gəldi. Bir növbə prinsipi ilə istər-istəməz o nəfəs alma vaxtı. Kassada nəfəs alma vaxtı olmalıdır insanda. Çünki nə qədər peşəkar olsa da ilk növbədə insandır. İnsan faktorunu heç kim inkar etmir heç vaxt. İnsanın bugün belə gəldi. Onun əhval-ruhiyyəsi o qədər də yaxşı deyildi. Sonra ən birinci müştəri də tam belə deyək də onu tarıma çəkdi, onun bütün sinirlərini və yazıq da elə bir ki, avtoşoku verdi növbətçisinə. Növbətçi də baxır ona deyir ki, nə oldu? Budur sizin xidmətiniz. Salam əleyküm. Bütün o marketinq, PR, imicin qurulması da gedir işini dalayacaq. Bu məsələ müştəri tərəfdən peşəkar mən komandanı, şirkəti belə görürəm ki, məsələn o qeyd etdiklərimiz olmadı. Amma komanda üzvü olaraq mən necə hesab edirəm? Mən məsələn öz ilk iş yerimdə
qəbul olanda. Orada elə insanların içində idim ki, mən başa düşürdüm ki, ən zəifi mənəm. Yəni bunu əvvəlcədən başa düşürdüm. Doğrudan da elə idi və ən gənci mən idim. Okay. Yəni sadəcə bu təvəzzökarlıq eləmirəm də. Yaxşı, Doğrudan ən zəifi mən idim. Zəifliyi gəncliklə bağlıyırsan, yoxsa onlar bir-birinə aidiyyəti olmayan bir şeylər idi? Biraz da gəncliklə bağlıram. Çünki mənim heç bir təcrübəm yox idi. Mən o sahəni bilmirdim. Sadəcə düşünürdüm ki, müdirim mənə yaxşılıq elədi, işə götürdü. Açıq belə baxırdım məsələyə ki, başa düşmürdüm ki, niyə məni işə götürdü. Doğrudan başa düşmürdüm ki, niyə işə götürdü. Və mənə elə gəldi ki, mən nə qədər dayanmadan işləməliyəm ki, bu insanlara çatım, onlar kimi ola bilim. Çünki doğrudan öz sahəsində ən yaxşılar o komandadaydı da belə. Dream Team-də o başlamışam. Əla, şanslısın. Hə, o an anama elə düşünmürsən də. O an düşünürsən ki, niyə? Hər gün ərizə yazmaq haqqında düşünürdüm və yazırdım da. Dəfələrlə ərizələr yazırdım, apardım. Müdirim ərizəni sadəcə cırırdı, belə atırdı ki, get işdə, get öyrənəcəksən, narahat olma, problemi yoxdur və s. Məsələn, bu komandanın peşəkar, bilmirəm, güclü komanda həmişə mi peşəkar? Elə onlar deyirlər, yoxsa güclü komanda və peşəkar komanda arasında fərq var? Yaxşı, əla sualdır əslində. Bax, biri var Dream Team. Yəni Azərbaycan dilində deyəcəm də. Biri var ulduzlar toplusu. Biri də var ulduz komanda. O fərqli şeylərdir. Qəşəng. Başa düşdüm. Məsələn, ulduzlar toplusu sadəcə bir komandada toplaşmış, fərd olaraq işini əla bilən, amma bir-biri ilə ümumiyyətlə kollaborasiya və əməkdaşlıq qurmayan bir topluluqdur. Biri də var ulduz komanda. Bu komandada bu əlaqələr, bir-birini başa düşmə, ötürmələr və s. o qədər yüksək səviyyədə təşkil olunub ki, komanda olaraq bu yəni daha yaxşıdır, hə? Bu nəinki yaxşıdır, bu yekunda sənə o nəticəni verən elə ikincisidir. Çünki birincidə nəticə gözləntisi fərdidir. Hərə öz nəticəsini istəyir. Mən yaxşı olum, mən əla eləyim. Məsəl üçün də Yusif, məsələn, ikimiz də yaxşı işləyirik. Mən deyirəm ki, mən eləyim qutardı. Mən Nərmin orada uğurlu olacaq, olmayacaq. Mən o qədər də maraqlı deyil. Ulduz komandadırmı bu? Yox, özümüzə görə ulduz ola bilərik, amma komanda olaraq ulduz deyilik. Futbolda vaxtilə o qədər nümunələr olub. Galaktikos anlamı var. Məsələn, Real Madrid vaxtilə komandasını ulduzlardan ibarət bir komanda elədilər. Zidanın vaxtları, Zidanın vaxtları, Figonun vaxtları və s. O vaxtı yəni baxmamaq qəbahət idi. Amma heç bir şey çıxmadı. Niyə çıxmadı? Çünki həmin məsələ, kullar arxası söhbətlər, komandanın əsas ulduzu kimdir? Biri deyirdi mən, o birisi deyirdi xeyr ola mən. Başlayırdılar kimin qızıl topu daha çoxdur. Deyir məndə bir dənə, səndə bir dənə. Başlayırdılar. Amma uğurları olurdu da. Yəni mən belə baxmışamsa ona, yəni ki, deməli. Sən baxmısan sən nə mənada? Şey nöqteyi nəzərdən baxsaq, zahiri baxış nöqtə. Nə gözəl oyun gedir, çox güclü PR marketinq nöqteyi nəzərdə. Bəli, əla. Markalar satılır, büdcə böyüyür və s. amma heç nə qazanmadı bu komanda, qalib olmadı. Yəni nə çempionluq görmədilər onlar. Həmin dövrdə. Bu heyətdə, bəli, çempionluq görmədilər. Ronaldo 9 nömrə Ronaldo. O vaxtlar heç bir çempionluq görmədi. Yox, olmadılar, yox. Ondan sonra dəyişikliklər baş verdikdən sonra, ya Allah, onlar bir neçə ildən sonra yəni 10-cu Çempionlar Liqasını qazandılar və s. gedirik. Biz deyəsən artıq idmandan danışmağa başladıq. Yox, biz çünki idarə etmədi elədi də. Həmin və o termin Galaktikos qaldı artıq yaddaşlarda bir mənfi bir təcrübə kimi. Mən heç kim onu artıq təkrarlamaq istəmir. Qayıdırıq o mövzuya ki, sən şanslı idin ki, belə bir başlanğıc nöqtə var idi səndə və təbii ki, bağlayıram onu təcrübəsizliyə və s. və axır, amma həqiqətən hamı da onu deyir ki, böyümək istəyirsənsə, kənddə ən ağılsız olmalısan və böyüməlisən. Çünki ən güclüsüsənsə, sən dirəndin və nə qədər özünü güclü sayacaqsansa, məndən bilən yoxdur və s. ola bilər. Amma bir, nə özün böyüyürsən, nə inkişaf edirsən. İki də ki, bu ortamda digərlərdə inkişaf yaratmırsan. Bu da ki, hansı effektiv bir komandadan söhbət gedir burada? Heç bir şey. Komandada inkişaf yaradan olmaq, bu da çox vacibdir yeri gəlmişkən. Məsələn, o insanlar nə edən artıq digərləri üçün də inkişaf platforması yaradırlar səncə? Biz məncə buna dəfələrlə səninlə toxunmuşuq. Birinci növbədə o servant leadership mövzusudur da. Birinci növbədə özünün kölgədə olması. Ki komanda ön planda olmalıdır. Komanda uğurların, necə deyim, o qaymaqlarını götürməlidir ilk növbədə. Deyir ki, əsl lider o insandır ki, ilk növbədə problem olanda güzgüyə baxır, uğurlu bir şey olanda pəncərədən baxır. Birinci dəfə də eşidirəm. Ciddi? Demək ki, mən bunu söyləməmişəm bizim danışıqlarımızda. Yəni, pəncərədən baxmaq o deməkdir ki, uğurluyuq, mən uğurlu rəhbərəm demək deyil. Kimin bahasına uğur qazandın? Bu
komandaya görə uğurlu olmuşam. Düzdürmü? Və ya problemi olanda amma səhv etmişik. Birinci səhv kimdədir? Birinci səhv rəhbərdədir. Ki o birinci dalğanı özü götürür, amortizasiya edir onu, sonra yavaş-yavaş komandaya artıq onu ötürür. İdmanda da elədir. Həmişə məşqçilərin deyir o payı var da ömürlük. Deyir ki, qazanan komandada uduzan məşqçidir. Eyni şey. Bax, rəhbər mövzusunda necəsə analogiyanı bura gətirə bilərik. Amma yaxşı rəhbər bunu başa düşür də, yəqin ki. 100% səriştə, həm peşəkar rəhbər onu başa düşür. Sadəcə adı olan yox. Və belələrini də görmüşük, digərlərini də görmüşük. Əmsalını deyə bilmərik ki, prosent, yəni faiz əmsalı ilə də hal-hazırda bölgü necədir bizdə? Güclü rəhbərlər və zəif rəhbərlər, onun təbii ki, onun statistikası yoxdur. Amma ümumən baxanda istəyirik ki, belələri daha çox olsun. Çünki belələri çox olanda inkişaf da tez baş verir. Və bir də deyir ki, məsələn, belə bir söz eşitmişdim ki, komandanı danlamaq yox, amma səhvin əgər nəsə deyirsinizsə, məsələn, kiməsə bir əməkdaş səhv eləyib və sən ona demək istəyirsən ki, sən səhv eləmisən də. Deyir, orada demək lazım, elə sənin dediyin kimi, demək lazımdır ki, sən səhv etmisən. Ona bu nitq bu formada qurulmalıdır ki, biz nəyisə gözdən qaçırtmışıq, biz nədəsə səhv yəni o ikiniz danışırsınız, o da bilir ki, bu onun işidir. Amma sən onun demirsən də, sən nəyəsə fikir verməmisən və s. biz nəyisə. Amma deyir, tərifləyəndə artıq, məsələn, sənin sayəndə biz bugün bu qədər gəlir əldə etdik və ya filan müştəri razı getdi. Orada tərifləyəndə sən, tənqid edəndə biz nəyisə səhv etmişik. Bu ünsiyyət formasını seçəndə əməkdaşlar o tənqidi çox da şəxsi və bir də şey olmurlar, müdafiə rejiminə keçmirlər özlərini. Doğrudan sənə müzakirəyə açıq olur, müzakirə etməyə başlayır. Ona görə məsələn qeyd edirlər ki, məsələn bu üsuldan istifadə etmək lazımdır. Bir də məsələn deyir ki, təzə öyrənmişəm bunları. Ona görə kimləsə paylaşmalıyam. Onlar danışır. Paylaş görək nədir. Bəlkə biz də tətbiq elədik. Bilmə olmaz. Deyir ki, bəlkə işində xeyridir. Məsələn deyir ki, kimsə əsəbidirsə, əsəbləşibsə, işçi görsün əsəbləşib. Zaten yazıq işçi əsəbləşmir, müdir əsəbləşir. İşçilər sakit qalırlar, əsəbləşəndə də onu bildirmirlər. Məsələn görürsüz ki, kimsə əsəbləşibsə və həyat yoldaşın, məsələn əsəbləşib, komanda yoldaşın əsəbləşib. Ona demək lazım deyil ki, əsəbləşmə. O cümlə insanı daha çox əsəbləşdirirmiş. Belədir. Səncə bir kimsə əsəbləşib qışqıranda və ya qışqırmır, yəni əsəbi danışır, kimsə belə aqressiv. Səncə nə etmək lazım imiş ki, o sakitləşsin? Dəyməmək. Bir müddət sadəcə dəyməmək. Çünki bu nə deməkdir? Yox, indi biz danışırıq. Və sən əsəbləşdin. İndi səncə mən nə edeyim? Biraz vaxt ver. Yoxdur vaxtımız. Biz danışırıq. Aydın məsələdir. Yəni başqa mövzudan danışa bilərsən, həmin o mövzuya fokuslanma. Bu da o deməkdir ki, sən mənə biraz zaman verirsən. Çünki sən başlasan onu sorğulamağa, bu niyə baş verir? Nə oldu birdən-birə coşdun? Əslində düz deyirsən. Bax biri odur, mövzunu dəyişmək, çox rahat, yəni davanın üstündə qalmırsan. Həm də disfokus eləyirsən. Bir də deyir ki, məsələn mən getdikcə yavaş-yavaş səs tonumu azaltmalıyam. Məsələn, mən səndən belə danışsam, Yusuf hər şey yaxşıdır və biz səndən keçək, indi filan mövzuda danışaq. O ola bilər. O keçərlidir. Bu sən demə səni sakitləşdirəcək. Sakitləşdin? Əsəbləşdin? Əsəbi idim ki. Belə adam soruşacağam indi əsəbi idim. Belə deyək də, musiqi duyumu və qulaqları həssas olan insanlarla məsələdə razıyam. Məsəl üçün mənim də tonun, səsin yüksək olmasına ani halda reaksiyam olur, xoşlamıram. Və ola bilər ki, bu situasiyada sakit ton necəsə tarazdasın. Amma yaşamamışam və buna şərait yaratmamışam ki, ümumiyyətlə belə bir formada müzakirə olsun. Çünki özüm belə situasiyalarda adətən təmkinli olmağa çalışıram. Öyrənirəm daha doğrusu, yəni əvvəl elə deyildim. Amma birinci danışdığımız mövzu ilə bağlı daha çox indi hal-hazırda tətbiq edirəm onu ki, yayındırmaq və dəyməmək. Ümumiyyətlə mövzunu dayandırmaq. Məsəl üçün bax həyat yoldaşından danışdın da, dedin ki, bəs belə. O da çox gözəl vurğuladım bu arada. O da komanda yoldaşıdır. Yəni sizin ailəniz də sizin komandanız. Və orada adətən nəsə baş verəndə belə əvvəllər var idi o məndə. Niyə oldu? Niyə beləsən? Niyə eləsən? Adam daha da çox qıcıqlanırdı ki, ay. Sən elə eləyirdin yoxsa? Mən sorğuluyordum çünki mən tez cavab tapmaq istəyirəm. Tez cavab tapmaq istəyirəm. Tez soyanam. Və tez müzakirəyə meyləm ki, danışaqdan məsələni. Amma hamı elə deyil də, başa düşürsən? Məncə o ən yaxşısı odur. Danışmaq lazımdır. Okey, bu məncədə, səncədir. Amma insan fərqli ola bilər. İnsan, məsələn, sən 5 dəqiqədən sonra qızdınız, partladınız, dava elədiniz, 5 dəqiqədən sonra mən hazıram danışmağa. Amma mən səni vadar edə bilmərəm ki, mən hazıram, sən də danış da. Mən hazıram axı. Sən deyə bilərsən ki, sən hazırsan, mən hələ hazır deyiləm. Mənə 1 saat vaxt lazımdır, 1 gün. İşçilər də belə eləyə bilər. Yeri gəlmişkən təzəlik öyrənmişəm ondakı. Təbii ki, insanlar fərqlidir. Müdirlərinə deyə bilər. Nəyi deyə bilər?
İndi mən danışmağa hazır deyiləm. Ha, 100%. Deyə bilər. Amma siz sınamayın. Bir də biz bilmirik Ha, sizin çünki müdürünüz şərait necə yaradılıb, adamdır. yaradılmayıb belə bilmirik də biz. Bəli, O da müdürünüzü rəhbərdən siz daha yaxşı tanırsınız. Siz yəni daha doğrusunu bilirsiniz ki, demək lazımdır mı ya yox. Sonra məsələn ünsiyyət zamanı mən səni eşitdim. Mən bu sözü ən çox istifadə etdiyim sözdür. Məsələn bir konflikt varsa, artıq heç nə demək də istəmirəm. Müzakirənin uzanmasını da istəmirəm. Deyirəm ki, okey, mən səni eşitdim. Yəni başa düşdüm də. Yox, başa düşdüm yox. Bu belə ümid verir ki, başa düşdüm. Sadəcə deyirəm ki, mən səni eşitdim. Yəni nə başa düşdüm, nə razıyam, nə narazıyam. Sən demə bu həmin adamı mən maksimal özündən çıxardırmışam, bilmədən istifadə edərək. Çünki onun tonu məsələsi var da yenə də. Hə, demək olmazmış mən səni eşitdim. Yola vermək kimi qəbul edir. Biraz biraz eləmiş. Amma mən o niyyətlə dedim, sadəcə müzakirə yekunlaşsın deyirdim. Bir də məsələn müştəri əsəbi halda zəng edibsə, deyir ki, kiməsə tur satılıb, bir paket satılıb, o gedib hansısa ölkədə, hansısa bölgədə gecə saat neçədə oteldə yer yoxdur və s. nəsə düz getməyib də. Əgər müştəri sizə gecə ilə zəng edir ki, mən çöldə qalmışam, nə bilim nə. Mən səni başa düşürəm. Bunu da demək olmaz. Bu da insan əsəbləşdirirmiş ki, o deyir ki, sən isti yerində oturmusan gecə saat 3-də, mən çöldə. Sən doğrudan başa düşürsən məni, ümumiyyətlə. Sən müştəriyə də bunu demək olmaz. Və salam, öyrəndiyim təzə hər şeyi çatdırdım. Əla, əslində Yaxşı bax şeylər. bu situasiyanı canlandırdım beynimdə və özümə indi hal-hazırda sual verdim ki, bəs mən necə edərdim əgər belə bir məsələn sual gəlsəydi ki, mənim turum yandı, batdı və s. və axır. Bilmirəm, mən o növbədə yəqin ki, birinci mənim sualım olardı ki, hal-hazırda bu situasiyada mən sizə necə dəstək ola bilərəm? Bəlkə belə bir şey desəydim. Müştəriyə soruşardım. Mən necə dəstək ola bilərəm ki, sizin probleminizi həll edeyim? Bəlkə birinci üzr istəməli idim, Yusif. O öz yerində, o heç. Yəni, O sözsüz, o yəni o ümumiyyətlə olsa... müzakirə mövzusu deyil. Yəni mən o fikirlə də razı deyiləm ki, müştəri həmişə doğrudur. Çünki elə müştərilər olur ki, bu sözü götürüb adamın başına minirlər də, boynuna. Amma 99% məsələlərdə bəli, yəni müştərinin problemi birbaşa sənin necə deyirlər, ucbatındır və sən ona görə bu baş verib üzr istəmək mütləqdir. Və yəni mən bu hal-hazırda bu problem aradan qalsın deyə hansı variantlar sizə təklif edə bilərəm? Yəni variantlar lazımdır insana. O da biz okey. Bu nəsə də belə. Çünki məsəl üçün çox tez-tez elə həmin o LinkedIn orada baş verən məsələlər olur ki, insanlar yazır da və təq eləyir məsəl üçün şirkəti və böyük bir paylaşım edir ki, bax mən belə bir problem yaşamışam və s. və axır və hörmətli filan kəs fikir bildirin və ya hətta başqa şey də deyir ki, mən artıq 2 gündür yazışıram, zəngləşirəm bu şirkətlə. Məni elə bil ki, göndərirlər, qaytarırlar da. Birdən-birə də bu söhbətdən sonra yazılar gedir orada. Həmin o şirkətin nümayəndəsi SMM-şik yazır orada çox belə avtomatik bir şeydə. Salam hörmətli müştəri, zəhmət olmasa bizə bildirin siz əsas probleminiz nədən ibarətdir. Vso, məsələ patladı. Görmüşəm mən onu. Çünki nə hiss eləyir ilk növbədə? Həmin o məsələ. Mən sizi eşitdim. Çünki deyir ki, sən hamıya eyni şey yazırsan. Avtomatik. Mən burada bir Quranlıq söz yazmışam. Burada digərlər də mənə artıq bunu müzakirə eləyir. Sən yenidən mənə deyirsən ki, yəni mən öz probleminizi bildirin. Daha bildirmişəm də, qardaş. Bu birinci məqam bu qeyləndirir çox və normal da baxıram buna. Çünki bu çox düzgün yanaşma deyil. Ən ideal yanaşma fərdi yanaşmadır. Sən birinci bu problemi artıq araşdırıb gəlməlisən onun yanına ki, biz bilirik, biz xəbərdarıq, artıq bu baş verib və biz sizə potensial həllər təklif etmək istəyirik. Gəlin bunu sizinlə birlikdə danışaq. Bax bu istər-istəməz bir müştəri olaraq mən kim istəməz ki, onun həll təklif edilsin. Təbii ki, bu həllin nəticəsi olsun. Yəni istədiyi də odur da. Yəni problemi həll olsun. Sadəcə inam olmur. Artıq o qədər bu baş verir ki, inamsızlıq hissi o qədər güclənib ki, deyirsən mən həll versən də belə mən inanmıram, düzəlsin. Bu artıq problemdir şirkət üçün ki, inam yoxdur, güvən yoxdur, bu problemdir. Bəli. Kitablardan danışmağa keçim. Məncə artıq düzdür, bu da biznesə aidiyyatı. Biznes və daha çox şəxsi inkişaf, fərdi inkişafa aid olan bir kitabdır. Ryan Holiday'in Maneə yoldur kitabı var. Adını düz dedim. Maneə yoldur, hə. Obstacle is a way. Belə gedir. Nəsə qəribə baxdın, ona görə soruşdum. Yox, çünki mən onu yenə də bax oxumamışam, prosta araşdırmışam. Aha, biz danışdığımızda da qulaq asmadım. 5-ci gün danışmışdıq axı biz. Sən qulaq asmadın. Ona qulaq asmışam. Sadəcə özündə oxuyanda axı da detallı öyrənirsən və s. Yəni mən öz etiraf edirəm hər dəfə. Oxumuşamsa deyirəm oxumuşam, oxumamışamsa necə ki keçən dəfə də o kitabı oxumamışdım, indi də oxumamışam, amma araşdırdım. Dinlədim də, araşdırdım da. Nə xoşuna gəldi? Birincisi fəlsəfi mövzular və məqamlar vardı orada. Yəni bütün belə deyək də kitabın məğzi vaxtı ilə
çox maraqlı bir personajların, tarixi personajların addımları üzərindən formalaşıb. Mark Aurelinin yəni yanaşmasından ki, deyir ki, əgər sizin yolunuzun belə deyək də qarşınızda hər mane olursa, bu artıq sizin yolunuzdur. Belə bir yanaşmadır. Yəni yol gedirsə, maneə görsən ki, bu sənin yolun tərkib hissəsidir, qaçma. Belə yanaşma var və onun üzərindən gedir, müxtəlif nümunələr verir də. 18-ci əsr, 19-cu əsr, nə bilim, antik Yunanıstan, 20-ci əsrin sonu maraqlı gəldi o korrelyasiya ki, məsəl üçün də Sokratdan tutmuş Steve Jobsa qədər nümunələr gəldi. Mən belə çox maraqlı oxudum, xoşlayıram çünki belə şeylər. Və mən razıyam bütövlüklə bu fikirlə ki, əgər hər hansı bir problem formalaşırsa və sən onu problem kimi qəbul edirsən, 3 fazası var da onun. Qəbullanma, yəni qəbul deyəndə yox, qavrama. Necə qavrayırsan, perception. İkincisi, necə addım atırsan, action. Və yekunda da sən iradən nə yerdədir? Yəni believe eləyirsən yoxsa yox. Və onun çərçivəsində artıq bir sən hərəkət edirsən ki, yəni hər bir şey problem deyil. Yəni baş verdi, gözəl, amma sənin yanaşman daha vacibdir. Sən bu baş verənlərə necə bir reaksiya verirsən? Bax məsəl üçün sən özün bu kitabı müzakirə edəndə mən eşitdim, yəni belə maraqla müzakirə edirdiniz. Onu müzakirə edəndə özün bir nəsə bir fərqindəlik hiss elədinmi, yoxsa bildikləri zaten bildiyin şeylər idi? Yox, bəziləri var ki, adam yəni düşünürsən ki, hə bilirdim, amma təbii ki, hər şeyi o kitab haqqında burada da elə deyil ki, hər şeyi bilirdim. Və ding eləyən bir nəsə mövzu oldu. Bax ondan danışaq. Oldu. Məsələn, mənim üçün ən dediyin etaplar var da, yəni 3 mərhələ. Birinci hadisələrə necə yanaşırsan və daha sonra hərəkət və iradə və s. Mənim üçün məncə ən çətini odur ki, o qavrayış mərhələsidir. Sən qəbullanma. Birinci çünki biz nə başlayır? Emosiyalar gəlir, etiraz başlayır. Sən onu, yəni hadisələr, aysa niyə mən yenə və s. belə suallar gəlir. Məsələn, ən çətini o mərhələni keçmək. Onu keçəndən sonra davamı artıq sanki öz-özünə hətta düzəlməyə başlayır. Məsələn, iradə mənə görə mən özümü iradəli hesab edirəm və mənə görə çətin mərhələ deyil iradəli olmaq. Yəni mən anlayıramsa nəyə görə bunu edirəm və etmirəm, orada iradə söhbəti heç problem ola bilmir. Amma anlamıramsa və ya hələ tam qəbul etməmişəmsə, amma özümə elə göstərirəm ki, hə yaxşı qəbul etmə bunu düzəldir. Emosiyalar hələ varsa, o olmayacaq. Bir də çətinlik qarşısında hər hansı bir maneə bizim qarşımıza çıxanda passiv qalmamaq. Mən bəzi mərhələlərdə elə bilirdim ki, yəni passiv qalmaq da bu da bir hərəkətdir də əslində. Sən nəsə yəni burada nə edə bilərəm? Başa düşdüm. Yaxşı deyirlər hadisələr baş verdi, ona başqa cür bax. Baxışımı dəyişdim, amma o demək deyilmi ki, həmişə aktiv nəsə etmək lazımdır. Məsələn, məndə bununla bağlı sual vardı. Burada deyir ki, bəli, yəni həmişə nəsə etmək, balaca da olsa, balaca da olsa nəsə etmək lazımdır. Tamamilə, yəni passiv ümidlənmə lazım deyil də, aktiv ümid. Yəni ki, sən həm nəsə eləyirsən, həm də inanırsan ki, bu dəyişəcək və qəbullanmaq da dediyimiz kimi də bu mənə görə ən çətin idi ki, bu mərhələdə keçəndən sonra gerisi artıq düzəlir və bir də maneəyə yanaşma, məsələn, stoik fəlsəfəsindən də söhbət gedir orada. Maneəyə yanaşma da məsələ olmalıdır ki, bu inkişafa aparır. Sadəcə biz düşünsək ki, hər şey dümdüz. Çünki doğrudan biz hər hansı bir maneəni keçəndən sonra sən özünü necə hiss edirsən? Mən biraz özgüvən gəlir. Bacardım. Yaxşı oldu. Və həmin müddətdə biraz böyüdüyünü hiss eləyirsən. Nəyəsə qarşı münasibət dəyişir. Biraz daha özünə bir fərqli nəsə görürsən, hiss edirsən ki, əslində mən bunu da eləyə bilirəm də. Mən belə də ola bilirəm. Mən bu vaxta qədər elə bilirdim ki, belə deyiləm. Məsələn, maneə əslində budur. Biraz belə yanaşanda düzdür, biz fəlsəfə danışırıq, kitab belədir, fəlsəfədir. Yəni bu sizə də əgər belə mövzular maraqlıdırsa, kitabı oxuya bilərsiniz. Mütləq, yəni kitab oxumaq ümumiyyətlə gözəl bir şeydir və stoitsizm fəlsəfəsi də çox maraqlı istiqamətdir. Kim maraqlı olsa biraz onu da araşdıra bilər. Və mən səninlə tamamilə razıyam ki, bəli, kitabdır, fəlsəfədir, həyatda baş verən situasiyalar fərqli ola bilər və ani hər hansısa bir gözləmədiyin bir force majorlar baş verə bilər, sənə çox toxunan situasiyalar ola bilər. Yəni onu əvvəlcədən necəsə proqnozlaşdırmaq qeyri-mümkündür və bunu qəbullanırıq. Buna biz də hətta qəbullanırıq ki, əvvəlcədən proqnozlaşdıra bilmirsən. Amma heç olmasa baxış bucağı pozitivliyə doğru yönəltsən ki, nə mənada deyirəm də, nəsə baş verirsə də belə bu son deyil. Nə bilim, onun arxasında nəsə var, başa düşürəm. Bu mərhələdir də sadəcə. Yenə də bəli, yenə də elə səslənə bilər ki, və elə bir hadisələr bizə nümunə gətirə bilər ki, bax belə hadisədən sonra sən necə pozitiv düşünə bilərsən. O ola bilər də, aydındır, aydın məsələdir, həyatdır.
Amma ümumən konseptual hər bir belə çətinliyi dərd eləmək və özünə daha çox zərər gətirməkdənsə, demək ki, bu belə lazım imiş və bu dəqiqədə bu belədir. Bundan sonra nəsə başqa bir şey gələcək və alınmadısa demək mənlik deyil. Mənim olmam. Mənimki deyil. Və belə. Tamamilə razı. Və bəzən fikir vermisən, böyük problemi olanlar bunu çox da problem kimi yaşamırlar əslində. Daha sanki yüngül yaşayırlar. Amma kiçik problemləri isə bəzən biz çox böyüdürük. Ola bilər. Ola bilər. Çox həssas mövzudur və çox individual mövzudur. Yanaşmalar. Çox individual mövzudur. Ona görə ümumən, yəni yanaşma olaraq kitab və çox fəlsəfidir. Fəlsəfə də olan yerdə müzakirələr də çoxdur özündə. Mən bilirəm ki, sən fəlsəfəni də sevirsən, mən də sevirəm. Oturasan elə müzakirə eləyəsən də saatlarla nöqtəsi varmı onun bitmə nöqtəsi? Xeyr, dəfələrlə bu haqqda da danışmışdıq. Ona görə onu çox gözəl vurğuladın ki, bəli, kitab oxumağa dəyər. Nəinki bu kitabı ümumiyyətlə maarifləndirmək və kitabları mütaliə etmək və kitablar oxumaq lazımdır. Və düşünürəm ki, bu tipli kitablar da bizə lazımdır ara bir. Yalnız biznes və psixologiyadan yox, sadəcə bir düşündürücü bir nəsə, bir kontent olsa. Və yeri gəlmişkən, məsələn, yaradıcı kitablar, bədii daha doğrusu kitablar insan beynini daha yaxşı işlədir. Məsələn, düzündə kimsə deyəcək ki, belə deyil, mən məhz biznes və fərdi inkişaf oxuyuram, amma bir ideya axtarışında olanda, bəzən bir rəsm əsərinə belə baxmaq və ya bir art film izləmək, bu Dostoyevski oxumaq sadəcə belə sənə yaxşı ideyalar verə bilər. Və şeirlər. Pushkin, Shakespeare. Mən şeir çox sevmirəm. Yəni 2-3 şeir ola bilər. Düzdür, mən filologiya bitirmişəm, amma şeir maraqlıdır. Görsən. Nəsimi istisna olmaqla, bütün yaradıcı, bütün külliyatı istisna olmaqla, çünki o da çox fəlsəfi, dərin, dövrünün, bütün dövrlərin ən yaxşı, ən bir insanı olaraq onun yaradıcını təbii ki, çox bəyənirəm. Amma digər hallarda şeir oxumaq çox da mənlik deyil. Ola bilər. Çox sağ ol. Çox sağ ol gəldiyinə görə. Təşəkkürlər, xoşdur. Gələn həftənin 5-ci günü yenidən eşidilməyi ümid edirəm. Özünüzdən müğayət olun.